Deməli, dəyərli xalqımız, Elşad Mirinin iki üzlü danışıqlarından birini yenə sizə təqdim eləmək istəyirəm. Verilişlərdən birində qadınlardan biri ona sual verir. Deyir ki, şəriətdə, İslamda edam hökmü var. O da deyir ki, bəli var. Sonra misal çəkir özünü ki, əgər mən kiminsə yaxınını öldürmüşəmsə, məhkəmə qurulur, hökm sabit olandan sonra məni də edam olaraq öldürürlər, əgər halallıq verilməsə və s. nəsə belə danışır. Yəni, ispat eləyir ki, edam hökmü var şəriətdə. Təsdiq olunsa ki, Elşad Miri kiminsə yaxınını öldürüb, deməli onu hökm verəcəklər, şəriət hökmü onu öldürəcəklər. Başqa bir çıxışında isə Elşad Miri deyir ki, Allah Quranda əl kəsmək cəzası deməyib. Əgər deyibsə, onda bəyəm Allah zalımdırmı belə bir şey desin və danışıqlarında deyir ki, adam davamında niyə görə Allah Taala bir adamın əlini kəstirsin axı? O adamın əlini kəstirsə, o necə yeyəcək, içəcək və onun ailəsi nə olacaq, onun yaxınları nə olacaq, onları kim dolandıracaq? Deməli, Elşad Miriyə mən buradan sual vermək istəyirəm. Düzdür, suallarımız cavabsız qalır, çünki o bu suallara heç bir cavab verə bilməz. Mən sizin özünüzə, dəyərli xalqımız, sual verirəm, ağıl sahibləri. Baxın, iki ziddiyyətli məsələyə necə cavab vermək olar? Adam deyir ki, bir nəfərin əlini kəssələr, o necə yeyib içəcək və onun yaxınları necə dolanacaq? Amma bundan əvvəlki dediyimdə nə dedi? Edam hökmü var, ispat olunsa o edam olunacaq. Özün də misal çəkdi. Yaxşı, özünü qoysaq qırağa və yaxud da sənin özün elə Elşad Miri. Səni edam hökmü ispat olandan sonra öldürsələr, sənin ailən nə yeyəcək, evladların nə yeyəcək? Bəs onlara kim baxacaq? Onda məgər Allah, biz bu sözdən Allaha sığınırıq, lakin sən dediyinə görə deyirik, onda Allah zalımdırmı? Sənin ailəvi adsız qoysun, səni öldürtürsün? Bu sualın cavabını necə verəcəksən? Həmçinin dəyərli xalqımız, cəmaatımız, mən sizə səslənirəm ki, bunu necə başa düşmək olar? Əgər əli kəsilənin ailəsi uşağı ac qalacaqsa, bu o deməkdir ki, öldürülənin də ailəsi uşağı ac qalacaq. Buna zülümdürsə, ona bər yaxşı işdir, ona da zülümdür. Ona da zülümdür. Deməli, bu iki məsələnin hər biri şəriətimizdə var. Lakin bu adam ziddiyyət içindədir. Bu adam Allahın ayələrini öz ağlına sığışdıra bilmədiyinə görə burada belə danışır, burada belə danışır. Mən sizdən xahiş edirəm, dəyərli xalqımız, dəyərli ağsaqqallarımız, ağbirçəklərimiz, bizə baxan hər bir kəs nə sağla, nə də solla, necə deyərlər, nə sağ tərəf üçün, nə sol tərəf üçün yazmadan insaflı şəkildə mən bu adamın çıxışlarını qoyacağım, iki çıxışının hər birisini və buna uyğun cavab verərsiniz. Yəni buna zülümdür ailəsinə, öldürülənin ailəsinə zülüm sayılmır. Allah Taala'dan istəyir ki, Allah Taala bizi də sizi də dinində sabit etsin.